Salam dəyərli izləyicilər, Biqazın bugünkü qonağı İKT üzrə ekspert Fərid Kazımovdur. Xoş gəlmisiniz Fərid bəy. Çox sağ olun. Fərid bəy, istərdim ondan başlayaq ki, son vaxtlar ümumiyyətlə bu hər kəsin belə deyim də əlində mobil telefon, kimisinin 1, kimisinin 2-3 nömrəsi var hətta. İnsanlar şikayət edirlər ki, ümumiyyətlə xidmətlərdə əhəmiyyətli bir dəyişiklik olmadığı halda qiymətlər az qala hər ay bahalaşır. Və bu ümumiyyətlə qiymət artımları nə ilə bağlı olduğu bilinmir. Məsələn, bugünkü gün Azərbaycana istər danışıq, istər internet qiymətləri fantastik səviyyədə bahadır. Məsələn, bu gün operatorlardan ikisində ölkə daxili zəngin 1 dəqiqəsinin qiyməti 30 qəpikdir. Halbuki beynəlxalq zəngin qiymət 32 qəpiklə hesablanılır da. Yəni az qala ölkə daxili zəngindən xarici ölkəyə zəng eyni qiymətdir. Və ümumiyyətlə gün kimi aydındır ki, operatorlar arasında kartel sövdələşməsi var faktiki olaraq və qiymətlərin artımı ümumiyyətlə nə dərəcəyə düzgündür? Yəni minimum əmək haqqı 400 manat olan bir ölkə üçün. Biz başa düşməliyik ki, ümumiyyətlə ki, qiymətlərin o strukturunda hansı xərclər vardır, o birinci ana təhlil olunmalıdır. Nə üçün qiymətlər artır? Yəni ki, əgər qiymətlər artırsa, bu nəyə görəsə artır? Yəni bu yəqin ola bilər ki, mobil operatorların xərcləri son zamanlar artır. Məsələn, bunların xərcləri biz ki, bir neçə istiqamətdə formalaşır xərclər. Onlar ola bilər, məsələn, antenaların icari haqqı, qoyduqları yerlərin icari haqqı arta bilər, onların aldıqları internetin qiyməti arta bilər və s. xərclər ola bilər müəyyən mənada. Yəni, bu nöqteyə nəzərdən təhlil olunmalı və təhlil nəticəsində demək olar ki, nə üçün qiymətlər artır? Yəni bizim burada deməyimiz ki, biz bunu deyək, biz bunu əlbəttə biz istehlakçı kimi əlbəttə istəyirik qiymətlər aşağı olsun və daha ucuz az maliyyə ödəməklə istifadə edir. Amma bir məsələni qeyd etməliyəm ki, mobil operatorlar bir müəyyən mənada bəzi paketlər təklif edirlər ki, paketlərdə ölkə daxili zənglər üçün müəyyən limitlər var, yəni bu paket danışıq dəqiqələri vardır. Bu müəyyən mənada mənim zənnimcə tam bəs edə bilir ki, məsələn, bəzi hallarda ki, insanlar öz gündəlik həmin o tələbatlarını ödəyə bilsinlər. Məsələn, mənim paketdə bir mobil operatorda mən demək olar ki, çox az istifadə edirəm mobil dəqiqələrdə. Amma kimsə ola bilər ki, siz demişkən çox istifadə edilir və ona çatmır və artıq o keçir, həmin artıq paketə limitini keçəndən sonra əlbəttə ki, bahalı ola bilər olsun, məbləğ olsun. O da yəqin ki, müəyyən mənada bəzi hallara stimullaşdırıcı bir modeldir ki, sən əgər istəyirsənsə, sən ucuz az pul ödəyəsən danışığa görə, bizim falan paketimizi al qına. Belə bir rəqəmlər ola bilər. Mən dediyim kimi, bu məsələ tam araşdırılandan sonra demək olar ki, nə üçün qiymətlər artır? Yəni biz burada ancaq biz boş-boş deyə bilərik ki, məsələn, bəyanat verə bilərik ki, bu belədir, pisdir filandır, amma hər şeyin arxasında müəyyən təhlil olmalı. Təhlil əsasında biz müəyyən etmək olar ki, nə üçün qiymətlər aşağı artır və azalır. Belə mən deyə bilərəm. Bir də ümumiyyətlə bu məlum olduğu kimi artıq məlumatlar əldə internet provayderlərinin üzərinə İqTA tərəfindən yeni tələblər qoyulur, yeni qanun çıxır. Amma mən özüm də İqTAya ümumiyyətlə mobil rabitədən şikayət edəndə bildirirlər ki, hazırki kökü qanunvericilik bizə yəni mobil operatorlara müdaxiləyə icazə verir. Biz yeni qanun hazırlayırıq, amma açıqlanan ümumiyyətlə qərarda sadəcə internet provayderlərinin üzərinə öhdəliklər qoyulur. Operatorlarla bağlı heç bir yəni bənd yoxdur orada. Məsələ ondadır ki, mobil operatorlar həm də provayder kimi fəaliyyət göstərir, onu nəzərə almalısınız. Yəni onların xidmətləri iki hissəyə bölünür mobil operatorlarında. Həm bir telekom xidmətləri, yəni ki, mobil rabitə xidmətləri, ikinci məsələ də ki, əlbəttə ki, onlar provayder kimi fəaliyyət göstərirlər. Və hazırki durumda ümumiyyətlə qeyd etməliyəm ki, mobil operatorlar artıq faktiki olaraq bizdə mobil internet provayderləri kimidir. Çünki biz onlara hətta öz danışıqda öz abonentlərə rast danışıq zəng edəndə biz əsasən məsələn nədən istifadə edirik? Messengerlər üzərindən olan mobil rabitədən istifadə, yəni onların üzərindən danışıq şeyləridir. Bu da ki, mobil rabitə yox, mobil internetin xidmətindən istifadə məsələsidir. Bu nöqteyi nəzərdən artıq onlar müasir durumda, ümumiyyətlə bu qlobal bir trenddir, yəni Azərbaycan trendidir ki, mobil operatorlar mobil internet provayderlərinə çevrilməkdədirlər. Mən bəlkə ümid edirəm ki, proqnozladıram ki, yaxın mənə bilim müəyyən müddət ərzində artıq mobil rabitə kimi qəbul olunmayacaq mobil rabitə operatorlar. Onlar sırf olaraq mobil internet provayderləri kimi qəbul olunacaq. Çünki hər şey internet üzərinə keçir və biz hətta danışıqlar da bu üstündən həyata keçirilir. Bir də ümumiyyətlə bax internet qiymətləri bir neçə il öncə, yəni ev Wi-Fi-ləri nəzərdə tuturam, 18 manatdan 25 manat artırıldı. Həmin vaxt Anti-Insar məlumat açıqlamış ki, biz bazarda kartel sövdələşməsi müəyyən edirik və araşdırma aparılır, araşdırma nəticələri ictimaiyyətə açıqlanacaq. Amma hələ də o araşdırma nəticələri ictimaiyyətə bəlli deyil. Bundan başqa da hələ bazmış kimi indi də söhbətlər gəzir. Yəni qiymətləndiricilər cəmiyyətinin sədri Vüqar bəy açıqlama verib ki, internet qiymətlərini yenidən bahalaşacaq və sürət 150 megabit, 200 megabit olacaq.
Ümumiyyətlə mən anlaya bilmirəm. Biz məsələn mən şəxsən evimdə sosial şəbəkələrdən istifadə edirəm. Şirkətlər deyir ki, məsələn biz indi media quruluşuyuq. Bizim bu ofisdə sürət 200 megabitdən artıqdır. Amma hansısa bir rayonda yaşayan Əhməd dayı sosial şəbəkədən istifadə edir. YouTube-da videoya baxır və hansısa bir saytdan xəbərlər oxuya bilər. Onun ümumiyyətlə 150 megabit internet sürəti nəyinə lazımdır? Mən sizin razıyam bu barədə ki, ümumiyyətlə bir çox istifadəçi, böyük bir istifadəçi qrupuna əlbəttə ki, mobil rabit, internet yalnız və yalnız müəyyən mənada çox cüzi bir olan tələbatları ödəmək üçün lazımdır. Bu da bunun üçün də ki 30-40 megabitdən saniyədən artıq lazım deyildir internet sürəti. Mən buna razıyam sizlə. Amma başa düşməliyik ki, burada belə bir trend də var ki, qlobal bir trend gedir ki, ölkələr sürətlə öz internet sürətlərini, ölkə daxili sürətlərini artırırlar. Çünki bu birincisi nə üçündür? Bu müəyyən reytinqlər vardır, qlobal reytinqlər var ki, ölkənin deməli rəqəmsallaşmasına da olan istiqamətlərindən biri ki, mobil internetin sürətinin olması məsələsidir. Və Azərbaycan bilirsiniz ki, məsələn 100 megabitə qaldırmaqla sürəti, minimal sürəti 100 megabitə qaldırmaqla həmin bu reytinqlərdə çox güclü qabağa getmiş oldu. Yəqin bilirsiniz rəqəmlər müəyyən mənada getmiş oldu. Yəni bu qlobal bir trenddir və Azərbaycan bu trendə girə qala bilməz. Çünki əgər biz deyirik ki, biz Azərbaycanda innovasiyalar inkişaf etdiririk, biz Azərbaycanda rəqəmsal iqtisadiyyatı qururuqsa, deyə bilmərik ki, bizim internetimiz orta sürəti mən 40 megabit, 30 megabit saniyədir də. Amma bununla yanaşı mən həm də razıyam sizinlə ki, müəyyən məndə sosial ədalət məsələsi də olmalıdır ki və minimal cüzi tələbləri olan insanlara məsələn axşam mənə girib sosial şəbəkədə baxmaq ki, məsələn nəsə məlumat oxumaq ya mən Messengerdə onların mənə əlbəttə ki, internet o qədər ki, güclü sürətli lazım deyildir və bu nöqteyə nəzər əlbəttə ki, yaxşı olardı ki, mən bunun adını sosial internetmi qoyaq mı deyək. Yəni ki, cüzi bir həcmdə bir internet olsun. Ola bilər ki, bu trafikdə məhdudlaşa bilər olsun. Məsələn, il ay ərzində necə biz mobil rabitədə internetdən istifadə eləmirik, yəni 25 megabit, 10 megabit belə bir şey olsun və onun cüzi məbləği şey olsun ki, sürət olsun ki, həcm olsun ki, bu bilsin adam alır, məsələn, istifadə edirdi. Amma ikinci məsələ də var ki, əgər siz fikir versəniz görəcəksiniz ki, harda baxırsan insanlar hamısı nədən istifadə edirlər? Video əsaslı sosial şəbəkələrdən. Bu TikTokdur, YouTube-un deməli shortslarıdır və sair məsələsidir. Bu da nəyə göstərir ki, o da ki, insanda Azərbaycanda internetin internetə tələbat artmaqdadır. Yəni bu çünki insanlar əgər mən sənin açmadan video baxıramsa, özü baxıb çox maraqlı bir haldır ki, bunu 65 yaşlı kişi də baxır, yəni cavan da baxır. Yəni əvvəllər bir internet deyirlər ki, cavanların məkanıdır, amma indi artıq yaşlı insan otururlar, özüm nə qədər görmüşəm ki, istifadə edirlər internetdən, istifadə edirlər yüksək. Həmin deyirəm video istifadə. Bu video istifadə isə nə deməkdir? Bu artıq trafikdir, bu artıq müəyyən sürət olmalıdır və sair məsələlər olmalıdır. Yəni belə bir məsələlər, bu da yəni dediyim kimi tam araşdırılma məsələsi olmalıdır və mən əlbəttə ki, bizim antisar aidiyyatı olan antisarla siyasətlə məşğul olan dövlət qurumundakı əlbəttə ki, bəyanatın olması yaxşı olardı ki, biz başa düşək ki, bu nə məsələdir, necə? Çünki burada bir məsələ. Burada ikinci məsələ də var ki, məsələn, sürətlərin artırma məsələsini deyirsiniz də. Burada mən hesab edirəm ki, İKT-nın, yəni ki, İKT Dövlət Agentliyinin, İKT siyasətlə məşğul olan Dövlət Agentliyinin əsas deməli hədəflərdən biri də ki, internet xidməti verən qurum provayderlərin avadanlıqları nəzarət olmalıdır. Yəni ki, onların avadanlıqları imkan verəcəkmi? Məsələn, 100-dən 150-yə qalxaq, 150-dən 200-ə qalxaq. Bəlkə ola bilər ki, o provayderlər elə köhnə avadanlıq üzərində, hansı ki, o imkan vermir, məsələn, 100-dən artıq, megabitdən artıq sürət versin, amma deyəcək, biz qaldırdıq, eləyib satırıq 150 megabit, amma əslində 150 megabit olmayacaq. Və bu nöqtəyə nəzərən mənim burada yalnız və yalnız o bəyanatlarla yox ki, məsələn, provayderləri ki, biz 150 tələbata uyğunlarda 150 etdik, 200 etdik. Həm də onlara nəzarət, monitorinq olmalıdır ki, onlar görünsün ki, onların avadanlıqları buna uyğundurmu, bunu edirlər. Yəni o artıq dələduzluq hallarının faktlarının minimumləndirilməsi məsələsi də aidiyyət dövlət qurumunun nəzarətində qalmalıdır provayderlər tərəfindən. Bir də bu internet ümumiyyətlə sürətini ölçən müxtəlif sistemlər var da, speed test, sonra fast. Bunlar ümumiyyətlə həm mobil internetdə, həm internet provayderlərdə bir şeydi şahid olmuşam Fərid bəy. Deməli internetin birinci gün ərzində sürətini ölçəndə sürət çıxır 34 megabit, ikinci cəhdə avtomatik yəni normal sürəti verir. Bu ümumiyyətlə həmin o sürət ölçən Oqlayla, nə bilim, bu şirkətlər arasında bir sövdələşmə var. Bunun sirri nədədir? Yox, siz nə edirsiniz, necə ölçəndədir? Məsələn, internetin sürətini mən speed testdən girib ölçürəm. Görüm tutaq ki, mən 50 megabit almalıyam, internet müştərisiyəm özüm. Deyirəm, manat ödəyirəm, görüm 50 megabit sürət varmı? Birinci ölçəndə 32 çıxır, sonra ölçəndə 50 megabit keçir sürət. Yəni bu ikinci cəhd. Yox, burada ola bilər ki, sizin keçirsiniz yoxlama vaxtınız, bilirsiniz, hər bir provayderlərin pik saatları və qeyri-pik saatları var. Ümumiyyətlə də müəyyəndir. Yəni pik saatları hansılardır məsələn? Biz insanlar adətən həftə içi işdə olurlar və yalnız axşam gəlirlər 8-dən sonra məsələn 7-də 8-dən sonra saat 12-yə qədər pik saatları demək olar həftə içi məsələn də. Amma həftə sonunda ola bilər ki, pik saatları müxtəlif olsun. Yəni bunlar artıq provayder özləri bilirlər də. Və əgər bir pik saatlarını yoxlayırıqsa, əlbəttə internet sürəti aşağı olacaqdır. Çünki birdən-birə
daha çox istifadəçi internetə girir və o müəyyən mənada sürət əlbəttə ki, avtomatik olaraq aşağı düşür. Məsələn, fikir yanınıza gəlirsə gəlsin, pandemiya dövründə böyük problem yaşayırdı provayderlər ki, çünki insanlar oturmuşdu evdə, bayıra çıxa bilmirdilər, amma nə etsinlər, internetdə istifadə edirdilər və birdən-birə sürət aşağı düşmüş. Çünki artıq şəbəkə çatdırmırdı. Çünki internet xidmətini toplan alanda provayderlər onlar müəyyən edirlər ki, okey, mənim bilim 1000 müştərim var, provayder istifadəçim var, onların müəyyən bir hissəsi axşam girir, müəyyən hissəsi gecə girir, müəyyən hissəsi günorta girir, məsələn, evlər qadına günorta girir və s. Məsələn, bunu hesablara mənə müəyyən mənada, məsələn, filan qədər sürətdə internet lazım topdan almaq, onu alıb istifadə edir. Və pandemiya dövründə problem yarandı ki, birdən-birə hamısı oturdu evdə, o bütün hamısı pik, mən dediyim o modellər işləmədi. Bu nöqtəyə nəzərdən siz də onu təhlil edəndə, məsələn, yəqin... Eyni vaxt ölçmə nəzərdə tuturam. Ola bilər dediyim kimi, həmin vaxtda sizin kimi çox adam oturub evdə, ola bilər olsun. Adətən məsələn, dediyim kimi, sizə fikir versən, əgər siz onu bir dəfə, iki dəfə yox, 5-10 dəfə ölçsəz, görəcəksiniz ki, bu müəyyən məndə onun şey var, tendensiya məsələsi var da. Bu yəni kötək həftənin 3-cü günləri sürət aşağı olur, 15-ci günləri sürət daha çox olur. Yəni belə bir rəqəmlər, amma biz onu əgər onun üçün mütəmadi ölçsəz görəcəksiniz. Çünki bu hamısı trendlər üzərindən qurulamır. Çünki bizim istifadəçilərin davranışları proqnozlaşdıra biləndir və onlar biz adətən eyni məsələn şey edirdik. Məsələn, elementar olaraq məsələn də hətta siz internet olmasın da gedib kafelərə baxın, kofe shoplara da müəyyən saatlarda müəyyən dolur, müəyyən saatda boşalır məsələn. Ayrı-ayrı insanlardır, ayrı amma nə üçün eyni zamanda hamısı ora gəlirlər. Nahar vaxtını demirəm, adi başqa saatlardır. Səhər saatlar, axşam saat. Yəni müəyyən mənada çox maraqlı bir tendensiyalar var. Bu davranışla bağlıdır. Bu artıq müəyyən mənada istehlakçının davranışının ölçülməsi, qiymətləndirilməsi məsələsidir. Yəni siz də mənim kimi əgər siz 20 dəfə, 10 dəfə ölçsəz, görəcəksiniz ki, mən deyən məsələyə gəlib çıxacaqsınız. Bir də ümumiyyətlə Fərdə 2013-cü ildə Azərbaycan missiyası İKT ilə elan olundu və ilk Pekimiz orbitə buraxıldı. Ardınca da Azərspace 2 və həmin vaxt açıqlandı ki, ümumiyyətlə Pekin istismar müddəti 15 ildir. Artıq 2 il sonra Azərspace 1-in istismar müddəti başa çatır. Nə Pek interneti gördük, nə də hal-hazırda o Pekin yaddaşında sadəcə 14 ölkədə fəaliyyət göstərən kanallar fərq ondan ibarət oldu ki, Telegüllədən Pek ayına keçdilər. Mən dəqiq məlumatlı deyiləm Pek fəaliyyətinə bağlı olaraq. Yəni Azərkosmosa müraciət etsəniz daha ətraflı məlumat ala bilərsiniz. Amma mən bizə deyim ki, mən səhv etmirəmsə, orada bir Pek internetindən söhbət gedə bilməzdi. Çünki o Pek interneti biraz başqa bir modellə işləyir. Yəni Pek interneti nə deməkdir Pek interneti də? Baxın, bilin də şey məsələsi, Pek interneti Elon Musk'ın o modeli var, hansı ki tətbiq olunur prinsip müəyyən mənada. Gör, neynirlər onlar? Onlar kiçik orbitalı Pek sistemi qururlar ki, müəyyən istifadə olunsun. O birisi fikir verin. Kiçik aşağı orbitada, yəni ki, o mən dəqiq mütəxəssis deyiləm bu sahədə, onu deyə bilmirəm də. Yəni onların pekləri daha aşağı yerdə dayanır ki, ölkəni şəbəkə yararlı əhatə edir. Biz Azərbaycanda da biz bunu istifadə edə bilərik. Yəni biz bunu alıb istifadə edə bilərik də. Onun o peklərin duruşu başqa cür olmalıdır. Yəni biz əgər söhbət internetdən gedirsə, başqa bir formatda peklər olmalı, onlar başqa yer duruşda dayanmalılar və s. və s. Texniki göstərici tam başqa olmalıdır. Yəni onun üçün bizim pekimiz onun üçün mən səhv etmirəmsə nəzərdə tutulmur. Bəlkə də ola bilər ki, nəzərdə tutulmur deyə bilmirəmsə, yəni bu nöqtədə. Bir də ümumiyyətlə artıq Çində deməli süni intellektin orta məktəblərdə, eyni zamanda universitetlərdə bildiyim qədər tədrisi məcburi oldu. Ümumiyyətlə get-gedə süni intellekt. Məsələn, ayrı-ayrı ölkələrdə və eyni zamanda bizdə də bu bütün dünyada daha geniş yayılacaq. Sizcə necə düşünürsünüz proqnozlarda? Ümumiyyətlə bir şey deyim ki, biz süni intellekti bir müəyyən bəzi hallarda deməli onun hörmətini aşağı salırıq da bəzidir. Əgər nə deyir süni intellekt, sual verirəm, cavab verir də. Bəzi hallar çox qaldırıb qoyur ki, bizi hamı tam əvəz edəcək. Süni intellektin yaradılmasına məqsəd və onun ən optimal istifadəsi, yəni bunu artıq hazırki modellər göstərir, yəni ki, istifadə modelləri göstərir ki, o insanın fəaliyyətini gücləndirəcək bir alətdir. Yəni bu nə deməkdir də? Yəni məsələn götürək, məsələn siz müəyyən iş görürsünüz, bir araşdırma, bir jurnalist olaraq bir araşdırma aparırsınız da. Bir var necə oturmalısınız, məsələn elementar məsələn bir müəyyən qlobal təcrübəni öyrənmək istəyirsiniz. Bir var oturursunuz, mən bilim hər axtarırsınız ölkələr üzrə filan. Sadəcə bunu 5 saat vaxt sərf edirsiniz məsələn də, nəsə internetin qiymətlərindən yazırsınız da. Bunun üçün tapşırıq verirsiniz ki, mənə lazım, promptu düzgün verməlisiniz. Tapşırıq o düzgün olmalı da. Mənə filan ölkələri, filan qiymətləri, filan lazımdır. Yaşayın ona tapşırıq verirsiniz. O sizə 10 saniyə ərzində cavabı verir və siz 5 saatınızda qənaət etmiş olursunuz. Və sizin əmək məhsullarınız artırsa, o 5 saat müddəti daha effektiv olaraq istifadə edə bilərsiniz öz fəaliyyətinizdə. Yəni mən axtarış nöqteyi nəzərdə edirəm. Bəzi hallarda araşdırma məsələsi var məsələn də. Mən özüm çox mütəmadi istifadə edirəm, aktiv olaraq istifadə edirəm süni intellektdən və hətta bəzi hallarda deyirəm ki, çox yaxşı maraqlı insight informasiyalar verirsən, deyirəm süni intellektdən. Yəni ki, çox maraqlı. Amma deyir ki, mən onlara verə bilməyəcəm ki, sən mənə səmti göstərməsəydin. Yəni bu bizə bu sırf olaraq alət kimi çox vacib məsələdir də və başa düşməliyik bizə ki, biz Azərbaycanda süni intellektin istifadəsi üzrə strategiya tətbiq biz Azərbaycan deməli
qəbul olunmuşdur və bu nöqteyi nəzərdən biz bu böyük bir istiqamətdə doğrudan böyük işlər aparacaq. İlk öncə olaraq dövlətin idarə edilməsinin süni intellektin həcmi və gücü artacaqdır. Bu istiqamətdə doğru istiqamətlər göstərir. Bundan başqa əlbəttə ki, insanların da və özəl biznesdə mən deyim, insan fəaliyyətində də süni intellektin istifadəsi gücləndiriləcək. Yəni bu Azərbaycanın əsas rəqəmsallaşma istiqamətinin əsas siyasətlərindən, siyasət strategiyalarından biridir məsələn. Bir də ümumiyyətlə süni intellektin tez-tez ümumiyyətlə qara mediasında gündəmdə budur ki, bir 30 ildən 50 ildən sonra müəyyən peşələri yuxarı çıxarmağın təhdidləri var. Mən dəqiq deyə bilmərəm, amma oxuyurdum belə bir şey. Deməli, ümumiyyətlə, səhv etmirəmsə 20-ci əsrin ortaları ilə indiki dövrdə təxminən 70% peşələrdə dəyişikliklər baş vermişdi. Belə bir rəqəm var idi. Yəni süni intellekt söhbəti yoxdur. Peşələr vaxtaşırı olaraq gedirlər və gəlirlər məsələn. Yeni peşələr, köhnə peşələr gedir. Yəni bu birbaşa süni intellektin asılı olmayan məsələ, tendensiya. Yəni hər hansı bir innovasiya tətbiq olunursa, innovasiyanın tətbiqi sayəsində nəticəsində müəyyən peşələr gedir. Məsələn, baxın da Böyük Britaniya baxaq. Böyük Britaniya edən onların o sənaye inqilabıdır, yəqin xəbəriniz vardı. Orada innovasiya sənayedə istifadə olunan avadanlıqlar idi da, yəni maşın avadanlıqları idi da. Heç bir nə internetdir o, nə süni intellekt filandır. O dövr innovasiyası bu idi məsələn də. Hollandiyanın məsələn dünyada lider ölkələrdə Portuqaliyanı götürək, Hollandiyanı götürək, lider ölkələrini edən hələ Hollandiya götürək də. Nə oldu? Onların gəmiçilik sahəsinin inkişafı o vaxt mən orta əsrləri deyirəm də. Yəni onu etməkdən balaca bir ölkə Hollandiya dünyada ad qazandı və dünyada nömrələrdən biri olmuş məsələn də Hollandiyada. Yəni hər dövrün öz innovasiyası olur. Məsələn mən deyim, gəmiçilik ola bilər, innovasiya olsa, maşın avadanlıq ola bilər. O deyirlər ki, məsələn maşın yəni ki, artıq insanlar işləməyəcəklər, ancaq maşınlar işləyəcək. Yəni bizdə ludistlər inqilabı vardı, onları ludistlər cərəyanı vardı, ki, maşınları dağıdırlar, fəhlə verəcək ki, bizim çörəyimizi əlimizdən alacaqdı. Amma nəyə gətirdi? Məsələn müəyyən gətirdi ki, insanlar daha peşəkar olurlar. Yəni ki, bizim süni intellektdə məsələn ola bilər. Əlbəttə, biz hələ artıq indi bugün tam olaraq süni intellekt danışa bilmirik. Bizim istifadə etdiyimiz süni intellekt artıq neylə şəbəkədir. O bizim əsl süni intellekt məsələmiz yaxın 3-5 il ərzində ortaya çıxacaq, insan kimi dərk etməyə, insan kimi anlamağa olan bir mali bir alət olacaqdır, yəni müəyyən mənada. Amma onun istifadəsi əlbəttə ki, çox güclü bir istifadəsi olacaq. Əlbəttə ki, bir çox peşələr deməzdimi? İnsan məsələn elementar baxında Böyük Britaniyada hüquq sahəsində iki ixtisaslaşma var məsələn, o vəkillik sahəsində. Bir vəkil var ki, məhkəmədə çıxış edirlər, onlar adı vəkillər gedir. İkinci məsələ, onlar başqa hüquqşünaslar var ki, onlar məhkəmədən əvvəl o araşdırma aparırlar. Məhkəməyə hazırlığı üçün o şeylər azdır, qanunlara baxırlar, falan elə o şeylər. Mən artıq məsələn o ikinci peşə artıq olmayacaqdır. Çünki o bütün şeyi süni intellekt görəcəkdir. Yəni ki, niyə lazımdır? Avadan hamısı proqram təminatı, məlumatlar bazası, bütün qanunlar daxil olur məsələn süni intellektə, bir öyrədilir ona. O tam verir ki, falan qanunlara uyğun olaraq məsələn falan vəkil öz müdafiəsini və yaxud da ki, prokuror öz hücumunu mənə bu istiqamət üzrə elçməlidir məsələn də. Və bu da okey, ikinci qruplar hüquqşünaslar getdilər məsələn də. Yaxud məsələn götürə bilər, başqa peşələr götürə bilər də. Yəni məsələn mən hesab edirəm ki, birazdan mühasiblər ortadan çıxacaqlar. Yəni mühasib nəyə var? Auditorlar məsələn də. Audit nəyin auditor? Gəlir auditor məsələn şirkətin fəaliyyətini təhlil edir və audit hesabatı hazırlayır ki, falan oldu. Artıq rəqəmsallaşma nəticəsində bütün məlumatlar onlayn olduğuna görə 24-7 saat arasında audit proqram təminatı, süni intellekt əsaslı proqram təminatı onu təhlil edəcəkdir və 24-7 saat ərzində istənilən hazırlanan zaman hesabatı verməyə hazır olacaqdır. Artıq audit məsələn lazım olmayacaq. Mühasiblər məsələn, mühasiblər hesablamırlar, falan. Bunu hamısını süni intellekt. Yəni ki, belə peşələr gedəcək. Çünki onlar artıq həmin o sahədə məşğul olan insanlarsa artıq yeni ixtisaslara gedə biləcəklər də. Burada biz məsələ həm də ondan başqa, bir peşələrin itməsi ilə başqa, mən deyim ki, əmək məhsullarının artdığına görə qeyri-effektiv işləyən insanlar ortadan çıxacaq. Yəni ki, məsələn, biz götürək, bir şöbəni götürək, şöbədə 5 nəfər adam işləyir, fərq etməz də, məsələn, özəldirmi, dövlətdirmi, 5 adam işləyir, onlar 5 adam iş görürlər, amma faktiki olaraq adətən işləyən 1 nəfər, 2 nəfər olur orada, qalanları hamısı otururlar, göyə baxırlar, iş bacarmırlar, nəsə belə şeylər məsələsi var da. Okey, onlar artıq göstərəcək ki, süni intellekt həmin bu 2 nəfər adama, onların həmin o yavaş, zəif işləyənlərin işinin üzərinə götürəcək, o şöbədə 2 nəfər lazım olur, 5 nəfər lazım olmayacaq məsələn. Bunu nə qazanır? Bu şirkət qazanır ki, onun artıq maaş ödəmir, işlər qazanır ki, onlar daha yüksək maaş alacaq, çünki onlar müəyyən mənada. Amma o digər 3 nəfər isə başa düşməlidir. Əgər bu bazarda rəqabətə davam gətirməksə, yəni doğrudan effektiv işləməlidir. Yaxud da artıq bu getsin, otursun, mənim əmək bazarına çıxsın, mənə nəsə şey. Çünki zaman hər şey dəyişir. Biz artıq yeni reallığa qədəm qoyuruq və yeni reallıqda insan daha effektiv olmalılar. Hətta baxın da bizim valideynlərimiz ali məktəbi bitirəndə, universitet bitirəndə bir ixtisas üzrə və bir universitet bitirməkdən heç bir kursa getmədən ömrün axırı pensiyaya qədər bir ixtisas üzrə işləyirdilər və bir
aldıqları biliklər bəs edirdi. İndi elə artıq deyil də. Yəni ömür boyu təhsil məsələsi var. Özlərini inkişaf Yəni mən sözün açım, mənə baxanda mənim artıq neçə yaşım var. Mən hətta dedim ki, mən nə vaxt dayanacağam oxumağı, nə vaxt dayandıracağam da. Yəni biz elə ömür boyu biz təhsil almalı, bir gecikir, rəqabətə uduruq və artıq rəqabətə uduzduğumuza görə artıq bazardan çıxmalı oluruq məsələn. Bu nöqtə nəzərində hər şey dəyişmişdir və yeni reallığı başa düşməyən, anlamayan insanlar əlbəttə ki, böyük problemlərlə rastlaşacaqlar. Bir də sonuncu sualımı vermək istəyirəm. Bir çox ölkələrdə artıq ümumiyyətlə deməli mobil rabitədə bilirsiniz virtual operatorlar var. Məsəl üçün NetGSM kimi Türkiyədə hansı ki bir operatorun şəbəkəsindən istifadə edir və xidmətlər təklif edirlər. Bizdə ümumiyyətlə bu xidmət ola bilər? Ümumiyyətlə nə düşünürsüz? Əlbəttə ki, ola bilər. Yəni bu problem olmamalıdır. Mən bilirəm ki, böyük bir praktikadır bu. Və əslində baxanda mobil rabitədə bilirsiniz müxtəlif biznes modellər tətbiq olunur da. Bu modellərdən biri odur ki, məsələn ki, mən şəbəkə yaratmadan digər şəbəkədən istifadə etməklə həmin bir şəbəkəmi qura bilərəm. Əslən baxanda mən deyərdim ki, Azərbaycanda ümumiyyətlə balaca ölkə olduğumuza görə, məsələn biz 5 şəbəkəsindən danışırıqsa, demirik 5 olsun da. Mən hesab edirəm ki, ümumiyyətlə bizə 2 şəbəkə ya 3 şəbəkə lazım deyildir. Baxmayaraq ki, mobil operatorların sayı 3-dür. Yalnız məsələn bir mobil rabitə şəbəkəsi, 5 şəbəkəsi qurulsa və o digər operator ondan tam istifadə edə bilər. Yəni bu normal bir modeldir və normal model sadəcə o bazarımız çox balaca olduğuna görə məsələn baxanda indi gəlin götürək ki, məsələn biz sinə qərara gəlib bir mobil operator yaradaq, virtual da olsa məsələn də və bazara girək, bizim də pulumuz var. Biz nə qədər pul xərcləməliyik ki, nə qədər müştəri götürə biləcəyik. Bazar çox balacadır və bazar artıq sabitləşmişdir. Yəni ki, biz o ümumiyyətlə məhsuldan məhsula keçmə məsələsində belə bir şey var da, 4 güc var, faktoru var məsələn də. Yəni orada hər hansı bir məhsuldan yeni məhsul bazara çıxanda fərq etmə sahələrdə, xüsusən rəqəmsalda. O tükəşik məhsulunu yazır ki, mən nə etməliyəm ki, həmin istifadəçi öz məhsulundan da istifadəni dayandırsın, mənə keçsin də. Yəni nəsə eləməliyəm. Amma fərq məsələn Özbəkistan əhalisinin sayına görə aşağı-yuxarı bizə eynidir. Yox, bizdən 3 dəfə böyükdür əhalisi. 40 milyon, 4 dəfə böyükdür, 40 milyon çatır onun əhalisi. Onlarla məsələn Vodafone operatoru bazara girir də, yəni ki, Sovetlər Birliyi ölkəyə baxımı mən nəzərdə tuturam. Amma indi özündə də məsələn daha bir operator danışıqlar apar ki, bazara girsinlər. Yəni ki, indi baxın da onların bazarı böyüyən bazardır. Çünki onlar bilirsiniz ki, onların elə bir sürətli inkişafı, yəni ki, o müəyyən onlarda siyasi dəyişikliklər oldu, rəhbərlikdə bir xəbəriniz var da. Ona görə və o bazar hələ sabitləşməyib. Yəni o bazar hələ çox bazar, hələ bazar açıq bazardır da. Yəni bu bazar inkişaf edir. Hələ bazarın sabitləşməsində müəyyən bir 5 il, 10 il məsələn vaxt var ki, bazar tam sabitləşsin. Onun üçün həmin dövrdə girmək çox yaxşıdır da. Yəni ki, bazarda insanlar hər şey inkişaf edir, hər şey gedir. Çünki onlar elə Azərbaycandan nə qədər arxadadırlar da. Yəni biz infrastruktur nöqteyi nəzərdən götürsək, müəyyən bir biz o tamam o mərhələni keçmişik. Biz tamam bir qabaqdayıq o nöqteyi nəzərdən. Məhz sabitləşmə nöqteyi nəzərdən də. Ona görə ora girməyə dəyər. O bazara başa düşməyən. Çünki onlar sabitləşmə olmayıb da. Amma Azərbaycan artıq bazar sabitləşmişdir. Məsələn, mobil rabitədən götürüb sabitləşmə məsələsidir ki, tam ola məsələn bizim əsasən belə sabitləşməyən elə inkişaf üçün yaxşı bir imkanlar olan bir şeylərdən biri, yəni məsələn, virtual xidmətlər bazarıdır məsələn də, müxtəlif SaaS məhsullar, startup məhsullar və s. Çünki bizdə o bazara boşluqlar var. Amma elə xidmətlər, elə sahələr var ki, artıq o boşluqlar tam doldurulmuşdur. Orada müştərini tutmaq, çıxartmaq çox çətindir. Mən dedim ki, mobil rabitəni göstərirəm də. Amma Özbəkistan biraz başqa, mən orada bazar böyüməkdədir, yəni istifadə olmalı. Yəni o nöqtədən sonra bazar elə təlatümdə olduğuna görə o bazarda tutmaq çox rahatdır, yəni pis deyildir. Potensial yaxşıdır. Çox təşəkkür edirəm Nihat xanım. Var olun, səbət təşəkkür qəbul edirsiniz.